Səhər sehr sözündəndir. Sehr nəyə deyilir? Sehr müəmmalı bir şeyə deyilir. İçində nəsə var. İçində bir hikmət var, bir qüvvə var. Amma mən bilmirəm. Buna deyirlər sehr. Səhər biz nəyə deyirik? Bizim öz ədəbiyyatımızda səhər gün çıxana deyirik səhər. Amma dini termində səhər o deyil. Səhər sübh namazından yarım saat, 15 dəqiqə qabağa deyirlər səhər. Ona deyirlər. O bəzi vaxt nə deyirlər? Səhər nəsimi, səhər küləyi. O səhər küləyi odur. Çox hədislər təkid edir ki, səhər vaxtı oyaq olun. Səhər vaxtı oyaq olun. Səhər vaxtı sübhdən bir 10-15 dəqiqə qabaqdır. Deyir, səhər vaxtının içində çox hikmətlər var, sən bilmirsən. Hətta deyirlər, səhər nəsimi cənnət nəsimidir. Deyir, səhər oyaq olun. Müqəddəs Ramazan ayı bizə səhərləri oyaq qalmağı bizə bəxş edir. Bəzən insan deyir, mən səhura qalxmıram və ac da dura bilirəm. Amma səhura qalxmağın özəlliyi budur ki, sən səhər də oyaq olursan. Heç bir iş görməsən də, elə bu cür yemək yeyib, çay içsən də səhər vaxtı, sən nədir? O səhəri dərk eləyirsən. Ona görə insan səhərdən nədir? Gərək qəflət eləməyə. Nə qədər insanın gecə ibadəti çox olsa, bir o qədər insanın ömrü bərəkətlidir. Nə qədər insanın gecə Allahla əlaqəsi çox olsa, günüzün namazı effektlidir. Yox, gecə ibadətin olmasa, günüzün namazı çox keyfiyyətsizdir. Ona görə də Allahdan istəyək, indi bu bir fürsətdir, gecələri çox vaxt oyaq oluruq. Allah o biri aylarda bunu davamlı qərar versin.